Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə dayaq hərəkət aparatımız, yəni sümük və əzələ sistemimiz haqqında danışacağıq. Biz bilirik ki, heyvanı bitkidən fərqləndirən xüsusiyyət onun aktiv hərəkət edə bilmək qabiliyyətidir. Təbii ki, bitkilər də canlı olduqları üçün canlı xüsusiyyəti olaraq hərəkət edə bilirlər, amma onlar da passiv hərəkətdir. Biz insanlar aktiv şəkildə hərəkət edə bilirlər. Bu, bizim skeletimiz və əzələlərimizin köməyi ilə olur. Sümük və əzələ sistemimiz bir yerdə dayaq hərəkət aparatımızı əmələ gətirir. Dayaq hərəkət aparatımızın aktiv hissəsi var, passiv hissəsi var. Aktiv hissəsini əmələ gətirir əzələlər, passiv hissəsini isə əmələ gətirir sümüklər. Gəlin əvvəlcə dayaq hərəkət aparatımızın funksiyalarına baxaq. Dayaq funksiyasını yerinə yetirir, bədənimizin dayağını təşkil edir. Hərəkət funksiyası var, əzələlərimizlə bir yerdə hərəkətimizi təmin edir sümüklərimiz. Qoruyucu funksiyası var, məsələn, döş qəfəsi mənim ürəyimi, ağciyərimi zədələnməkdən qoruyur. Həmçinin bioloji funksiyası da var, qan yaradıcı və metabolik funksiya deyirik buna. Qan yaradıcı nədir? Biz bilirik ki, qırmızı sümük iliyimiz qan yaradıcı orqandır və bu sümüklərin tərkibində olur. Həmçinin metabolik funksiyası var, hansı ki, kalsium və fosfor mübadiləsini həyata keçirir. Deməli, skeletimizi təşkil edir sümüklər və sümüklər təşkil olunub sümük toxumasından. Sümük toxuması birləşdirici toxumanın bir növüdür. Sümük toxumasının 1/3 hissəsini sümük hüceyrələri təşkil edir. 2/3 hissəsini isə hüceyrə arası maddə təşkil edir. Sümük hüceyrələrinin çıxıntıları var və deməli, sümüyün indi kimyəvi tərkibindən danışmaq istəyirəm sizə. Sümüyün kimyəvi tərkibinə üzvü maddələr və qeyri-üzvü maddələr aiddir. Hansı ki, üzvü maddələr sümüyə elastiklik verir, qeyri-üzvü maddələr isə sərtlik verir. Belə deyək, sümüyümüz sərt və elastikdir. Amma yaş artdıqca bunların miqdarı belə deyək dəyişir. Yaş artdıqca üzvü maddələrin miqdarı azalır. Qeyri-üzvü maddələrin miqdarı isə artır. Gəlin yazaq. Demək ki, yaş artdıqca bizim sümüklərimizin elastikliyi azalır. Əksinə, qeyri-üzvü maddələr artdığı üçün sərtliyi artır. Biz buradan bu nəticəyə gəlirik ki, yaşlı bir insan yıxılanda onun sümüyü deməli daha tez sınır. Uşaq yaşda yıxılanda sümük daha az sınır, nəinki böyük olanda. Çünki yaş artdı, elastiklik azaldı, sərtlik artdı. Sərt bir şey daha asanlıqla sınır, nəinki elastik. Bu nisbəti də yadımıza saxlayırıq. Deməli, danışım indi sizə qırmızı sümük iliyi və sarı sümük iliyindən. Bu, sümüyümüzün tərkibindədir. Qırmızı sümük iliyi əksər sümüklərimizin içərisində qırmızı sümük iliyidir və bu qan yaradan orqandır. Amma uzun borulu sümüklərimizin tərkibində, indi birazdan danışacağım nədir uzun borulu sümüklər. Uzun borulu sümüklərimizin tərkibində sarı sümük iliyi də var əlavə olaraq. Sarı sümük iliyi pi toxuması ilə zəngindir. Mən buna görə də uzun borulu sümüklərimə 2 cür sümük iliyi olan sümüklər deyirəm. Niyə? Çünki burada qırmızı sümük iliyi də var, həmçinin sarı sümük iliyi var. Belə, sümüyün böyüməsindən danışım sizə, sümüyümüz həm eninə böyüyür, həm uzunluğa böyüyür. Sümüyün, belə deyək, sümük üslüyündən hansı hissədə danışdıq mı? Belə deyək, sümük üslüyü, belə deyək, sümüyün eninə böyüməsi təmin edir. Sümüyü örtür sümük üslüyü və eninə böyüməsi təmin edir. Uzunluğa böyüməsini isə bu uzun borulu sümüklərin başçıqlarında olan qığırdaq toxumasının hesabına. Qığırdaq toxuması uzunluğa böyüməsini təmin edir, eninə böyüməsini isə sümük üslüyü təmin edir. İndi gəlin sümüklərimizin növlərindən danışaq. Uzun borulu sümüklərimiz, yəni uzun sümüklərimiz, qısa sümüklərimiz, qarışıq sümüklərimiz və yassı sümüklərimiz mövcuddur. Hər birinin növünü əzbərləməliyik. Deməli, hansılardır uzun sümüklərimiz? Bunlar daha möhkəm və yüngül sümüklərimizdir və bunlara ətraflarımızdakı sümüklər aiddir. Bazu, mil, dirsək, bud, baldır, yəni qamış incik sümükləri aiddir bura. Təkrar edirəm, bunlarda 2 cür sümük iliyi var. Həm qırmızı sümük iliyi var, həm sarı sümük iliyi var. Qısa sümüklərdən danışaq. Bu qısa sümük iliyinə aiddir bilək, əl və ayaq darağı sümükləri.
sümükləri və barmaq falanqaları. Belə baxaq da, baxın bura, bu hissə, görürsünüz, xırda, balaca sümüklərli. Bunları adlandırırıq qısa sümüklər. Ətraflarımızdakı sümüklər isə uzun sümüklərimizdir. Gəldik indi yassı sümüklərimizə. Yassı sümüklərimiz əsasən dayaq rolunu oynayır, sonra mühafizə rolunu oynayır, boşluqlarımızın əmələ gəlməsində iştirak edir. Bura aiddir kəllə qapağı sümüyü, alın sümüyü, təpə sümüyü, kürək sümüyü. Biz bunu kəllə qapağı kürək sümüyünü tez-tez görürük testlərdə. Sonra çanaq sümüyü, döş sümüyü və qabırğalar yassı sümüklərimizə aiddir. Gəldik indi qarışıq sümüklərə deməyə. Qarışıq sümüklərə nə deyirik? Qarışıq həm quruluşları müxtəlifdir, funksiyaları da müxtəlifdir. Bunlara aiddir fəqərələr, üz skeleti sümükləri, kəllə əsaslı sümükləri və körpücük sümükləri. Hər birini əzbər bilməyimiz şərtdir. Burada fəqərələrimizi görürük, burada isə kürək sümüyünü görürük. İnsan skeletindəki dəyişikliklərdən danışaq. İnsanın məməli heyvan skeleti görürük ki, oxşar sümüklərdən təşkil olunub, amma insan skeletində dikirmək, belə deyək, əmək fəaliyyəti, baş beynin inkişafı ilə əlaqədar olaraq dəyişikliklər yaranıb. Hansılardır bunlar? Bizim onurğamızda 4 əyrilik var. Onurğamız S şəkillidir. Birazdan bunu daha ətraflı deyəcəyik. Boyun bel önə, döş olma arxaya doğru əyrilik, yəni ümumilikdə 4 əyriliyi əmələ gətirir. Döş qəfəsi, diqqət eləyin, yanlara doğru genişlənmişdir. Testlərdə çaşdırmaq üçün yazırlar ki, döş qəfəsinin yanlardan genişlənməsi. Uşaq da çaşıb bunu götürüb. Xeyr, yanlardan deyil, yanlara doğru genişlənmişdir. Digərlərindən fərqli olaraq bizdə baş barmağımız digər barmaqlarla qarşılaşa bilir. Aşağı ətraf sümüklərimiz daha iridir, çünki biz aşağı ətrafımıza istinad edərək hərəkət edirik və beyin şöbəmiz üz şöbəmizdən daha iridir. Həmçinin yenə dik yerimə ilə əlaqəli olaraq tağ şəkilli ayağımız var. Deməli, İnsanın skeletini mən ayırıram 3 hissəyə. Başın skeleti, gövdənin skeleti və ətrafların skeletinə. Başın skeletinə kəllə və üz şöbəsi aiddir. Kəllə qutusu və üz şöbəsi. Gövdənin skeletinə ayırıram onurğa sütunu, qabırğalar və döş sümüyü. Ətrafların skeletini isə yuxarı və aşağı ətraf olmaqla 2 hissəyə ayırıram. Yuxarı ətrafa aid edirəm qurşaq hər biri, həm yuxarı ətrafımızın, həm aşağı ətrafımızın. Qurşaq hissəsi var, sərbəst hissəsi var. Yuxarı ətrafımızın qurşaq hissəsi kürək körpücükdür. Sərbəst hissəsi isə bazo, sail və əl pəncəsi sümüklərə aiddir. Aşağı ətrafın qurşaq hissəsinə aiddir çanaq sümükləri, sərbəst hissəsinə bud, baldır və ayaq pəncəsi aiddir. Biz said dedik, saidə mil və dirsək aiddir. Baldır da yenə aşağı ətrafın sərbəst hissəsinin sümüyüdür. Bura incik və qamış sümükləri aiddir. İndi mən bunu sizə skelet üzərindən göstərəcəm, amma birinci təsnifatı istədim deyim. Gəlin bu şəkildə də baxaq bir dəfə. Baxın, deməli bu şəkildə gördüyümüz onurğa sütunu gördüyünüz kimi S şəkillidir. Bu bizim döş qəfəsimizdir. Haqqında ətraflı danışacağım. Təşkil olunub bir döş sümüyü, 12 döş fəqərəsi və 12 cüt qabırğadan. Burada kəllə skeletimizi gördük. Bu isə aşağı ətrafımız, bu da bizim yuxarı ətrafımızdır. Sümüklərini bir dəfə də baxaq. Qurşaq hissəsinə aiddir. Baxın, burada çanaq sümüyü. Həmçinin sərbəst hissəsinə bud və baldır sümüyü, aşağı baldır, yuxarı bud. Bura baldır hissəsinə də aiddir qamış və incik sümükləri. Bu isə pəncə sümüyüdür. Həmçinin yuxarı ətrafın sərbəst hissəsi var, qurşaq hissəsi var. Baxın, bura qurşaq hissəsidir. Aiddir bir körpücük sümüyü, bir dənə də bax bu kürək sümüyü. Sərbəst hissəsinə isə aiddir bazu və said sümükləri. Saidə isə dirsək və mil aiddir. Həmçinin bir də burada əl pəncəsi aiddir. İndi gəlin keçək bunu skeletimizin üzərindən öyrənək. Deməli, biz dedik ki, ayırırıq 3 hissəyə də. Gəlin məntiqi olaraq bölək özümüzü. Başımızı ayıraq, bir də ətraflarımızı ayıraq. Qollarımızı çıxardaq, ayaqlarımızı çıxardaq, yerdə qaldı. Baxın, başım ayrı, ətraflarım ayrı, gövdəmə də ayrı baxıram. Bu kəllə skeletim. İndi haqqında bir-iki məlumat verəcəm. Hansı hissəsində hərəkətli, hansı hissəsində hərəkətsiz birləşmələr var. Bunun haqqında ətraflı danışacağıq.
Sonra deməli, bu mənim gövdəmin skeletidir. Baxın, bura aiddir onurğa sütunu. Baxın, fəqərələrdən təşkil olmuş onurğa sütunu mənim döş sümüyüm, həmçinin qabırğalarım aiddir. İndi siz özünüz ayırd eləyə bilirsiniz. Biz dedik bu aşağıdakı bu sümüklər çanaqdır, bunlar aid deyil. Həmçinin kürək körpücük sümüklərimiz də aid deyil. Baxın, gövdə skeletimizə aiddir onurğa sütunu, arxada gördüyünüz qabırğalar, həmçinin döş sümüyü. Bir dəfə də ətraflarımızın skeletinə baxaq. İndi onsuz da yenə deyirəm, gövdə skeletindən ayrı, onurğa sütunundan ayrı, döş qəfəsindən də ayrı danışacağım sizə. Baxın, bu bizim yuxarı ətrafımızın quruluşudur. Burada görürük körpücük sümüyünü, burada isə görürük kürək sümüyünü, həmçinin bazu, həmçinin aşağıda da said sümüklərimiz, bu isə ən aşağıda isə əl pəncəsi sümüklərimizdir. Bizim bu kürək körpücük sümüklərimizin birləşmələrindən tez-tez sual düşür. Onda növbəti slaydlarda deyəcəm sümük birləşmələrində. Bu da aşağı ətrafımızın skeletidir. Hansı ki təşkil olunub qurşaq hissəsi çanaq sümüyündən, 2 çanaq sümüyü aiddir qurşaq skeletinə. Sərbəst hissəsinə isə bazu, üzr istəyirəm, bud və aşağıda da baldır sümükləri, bir də bu qısa sümüklərimiz, yəni pəncə sümüklərimiz aiddir. İndi gəlin sümük birləşmələrimiz haqqında məlumat verək. Yenə hər bir hissəmizə detallı baxacağıq. Hərəkətli, yarım hərəkətli və hərəkətsiz sümük birləşmələrimiz var. Hərəkətli birləşmələrimiz hardadır? Bunu özümüz belə deyək də hərəkət etdirərək də təyin eləyə bilərik ki, bizdə harda hərəkətlidir, harda hərəkətsizdir. Hərəkətli birləşmələrimizi əvvəlcə deyəcəm ətrafımızda. Baxın, tərpədin diz oynağınızı, ayağınızı qatlayıb açın. Görürsünüzmü? Ora bud və baldır sümüyünüzün birləşməsidir. Diz oynağında hərəkətlidir. Həmçinin ayağınızı bütövlükdə var. Bütöv şəkildə sağa sola doğru dairəvi şəkildə hərəkət etdirin. Görürsünüz, budunuzla çanağınızın birləşdiyi hissəni hərəkət etdirə bilirsiniz. Deməli, hərəkətli birləşmədir. İndi əllərinizi bükün və açın, qollarınızı bükün, açın. Bazu və saidin birləşməsi hərəkətlidir. Həmçinin bütövlükdə qolunuzu dairəvi şəkildə hərəkət etdirin. Bazu, hansı ki birləşmə əmələ gətirib kürəklə. Aha, indi bunu gəlin deyək. Bazu, yox, birazdan deyəcəm, eyb yoxdur. Sonra alt çənənizi tərpədin. Görürsünüzmü? Alt çənənizi hərəkət etdirə bilirsiniz. Alt çənəniz gicgahla hərəkətli birləşmə əmələ gətirib. Ənsə birinci boyun fəqərəsi ilə başınızı fırladın, hərəkət etdirin. Demək ki, ənsə birinci boyun fəqərəsi ilə hərəkətli birləşmə əmələ gətirib. Sonra gəldik yarım hərəkətli birləşmələrə. Yarım hərəkətli birləşmələrə fəqərələrimiz aiddir. Əksər fəqərə cisimləri bir-biri ilə yarım hərəkətli birləşmişdir. Sonra hərəkətsiz birləşmələrimizə aiddir kəllə qutusunun sümüklərin birləşməsi, oma və büzdüm arasında olan hərəkətsiz birləşmələr aiddir. Bunlar bir-biri ilə tikişlərlə birləşirlər. Burada da yenə baxın, oynaqları göstərir bizə hərəkətli birləşmə, onurğa sütunumuzdakı yarım hərəkətli birləşmə və hərəkətsiz birləşməni də görürük kəllə qapağımızda. İndi danışaq onurğamız haqqında. Onurğamızda 4 əyrilik var. Ümumiyyətlə təşkil olunub 33-34 fəqərədən. Fəqərələrə keçməmişdən əvvəl birinci əyrilikləri deyirəm. Bizim onurğa sütunumuz S şəkillidir. Hansı ki biz deyirdik ki, meymunlarda oraq şəkillidir. Bax, oraq necə? Onlar qabağa doğru əyilmiş şəkildə gəzirlər, belə. Onurğalarda ona görə orağa bənzəyir. Biz dik gəzirik və onurğamız S şəkillidir. Və bizdə 4 əyrilik var. Boyun əyriliyi, bel əyriliyi, bu ikisi önə doğrudur. Döş əyriliyi, oma əyriliyi, bu ikisi isə arxaya doğrudur. Önə doğru əyriliklərimi mən adlandırıram lordoz. Arxaya doğru əyriliyimi isə adlandırıram kifos. Bunlar normal halda olan əyriliklərdir. Bax, sol tərəfdə gördüyünüz normaldır, birinci. Biri də var patologiya. Patoloji halda onurğa əgər baxın belə yana doğru əyrilərsə, bu adlanır skoliyoz. Biri də var onurğanın həddən artıq önə əyrilməsi, patoloji lordoz, həddən artıq arxaya doğru əyrilməsi, patoloji kifos. Yəni lordoz, kifos normaldır. Patolojisində həddən artıq önə, həddən artıq arxaya doğru əyrilmə baş verir. Gəlin burada da görək bu anormallıqları. Baxın, həddən artıq önə əyrilib, həddən artıq arxaya ikinci şəkildə, həmçinin üçüncü şəkildə skolyoz görürük, yanlara doğru əyridir. Boyun və bel önə lordozu əmələ gətirir, döş və oma isə arxaya doğru kifozu əmələ gətirir.
patoloji lordoz həddən artıq önə, patoloji kifoz həddən artıq arxaya, skalyoz isə yanlara doğru əyriliklərdir. Ontogenezdə əyriliklər nə zaman əmələ gəlib? Deməli, boyun əyriliyi 2 aylığında, döş əyriliyi 6 aylığında, bel əyriliyi isə 12 aylığında əmələ gəlir, yəni doğulduqdan sonra. Amma oma embrional dövrdə yaranır. Tayında bundan bağlı suallar var, diqqətli olmalısınız. Bəzən deyir ontogenezdə, bəzən də deyir postembrional dövrdə. Əgər postembrional dövr deyirsə, siz artıq omanı nəzərə almamalısınız. Və sümüklər dedik ki, böyüyür həm eninə, həm uzunluğa, eninə sümük üstüyü, uzunluğa qığırdaq toxumasının hesabına. Bəs sümüyün böyüməsi nə vaxt dayanır? 18-20 yaşda. Testdə bununla bağlı suallar var, minimumu, maksimumu soruşur. Dedik ki, onurğamız 33-34 fəqərədən təşkil olunub. Bura aiddir. Deməli, bu boyun, döş, bel, oma və büzdün fəqərələri, yəni 5 şöbədən danışırıq burada. Deməli, diqqət edeyim, ötürməyim heç bir hissəni. Əvvəlcə danışıram mən sizlə boyun fəqərələrimiz haqqında. Boynumuzda 7 fəqərə var. Gəlin zoologiyanı xatırlayaq. Biz deyirik ki, məməlilər sinfinin xüsusiyyətlərindən biri odur ki, boyunda 7 fəqərə var. Bizim də məməlilər sinfinin bir nümayəndəsi olaraq 7 fəqərəmiz var. Testlərdə soruşur, deyir ki, insan hansı onurğa şöbəsinin, belə deyək də, fəqərələrinin sayına görə məməlilər sinfinə aid edilir, boyun fəqərələrinin sayına görə. Və bunun hərəkətli-hərəkətsiz olmasından danışaq. Birinci, ikinci boyun fəqərələri hərəkətlidir. Yerdə qalanlar yarım hərəkətli birləşmə əmələ gətirirlər. Və hər bir boyun fəqərəsi də 2 sümüklə birləşir. Bir dəqiqə, mən indi açmalıyam burada skeletim. Onurğa sütunumuzu görürsünüz. Baxın, S şəkilli. Ən yuxarıda boyun fəqərələridir. Dedik ki, hər biri 2 sümüklə birləşir. Tutaq ki, baxın bu sümüyümə, buna baxın, buna. Hər biri bir yuxarı, bir aşağı fəqərə ilə birləşir. Sadəcə birinci boyun fəqərəsi ənsə ilə deyirik ki, hərəkətli birləşmə əmələ gətirir. Və biz buna görə deyə bilərik ki, bəli, onurğa sütununun boyun şöbəsi gövdədən kənar sümüklə birləşmə əmələ gətirir. Bunu da soruşur bizdən testdə. Və gəldim indi döş fəqərələrinə. 12 fəqərə var, yarım hərəkətli birləşmədir burada. Hər bir sümük 4 sümüklə birləşir. Nəyə görə? 2 qabırğa birləşir hər bir döş fəqərəsində. İndi döş qəfəsindən danışanda deyəcəm. Bir də əlavə olaraq üstdəki fəqərə altdakı fəqərə ilə birləşir axı. Buna görə deyirik ki, ümumilikdə 4 sümük. Gəlin bunu bütöv bu şəkildən görək. Baxın, hər hansısa bir döş fəqərəsini götürürəm mən buradan. Baxın bu. Nə ilə birləşib? 1 sümük, 2 sümük, yəni üstdəki və altdakı. Əlavə olaraq bura birləşib 1 qabırğa, bu da ikinci qabırğa. Demək ki, ümumilikdə bunu çıxartsam özünü 1, 2, 3, 4. 4 sümük ilə birləşmə əmələ gətirir. Sonra gəldik. Deyə bilər ki, bizə gövdədən kənar sümüklə birləşmə əmələ gətirirmi? Çaşıb deyə bilərsiniz, bəli, qabırğada var, xeyr, qabırğada axı gövdənin skeletinə aiddir. Sonra gəldik bel şöbəsindən danışmağa, bura 5 fəqərə aiddir. Dəqiqə bunu silim, əvvəlki dərslərdən qalıb. Beldə yarım hərəkətli birləşmədir. Hər bir bel fəqərəsi də 2 sümüklə birləşir. Üst, alt, burada bir fərqlilik yoxdur. Oma fəqərələri, birinci və ikinci oma fəqərələri 4 sümüklə birləşir. Çünki burada çanaq sümükləri birləşəcək omaya. Əlavə olaraq da üst fəqərə və alt fəqərə. Buna da şəkildən gedək, baxaq, görək harda rahat. Aha, elə burada görə bilərik. Baxın indi. Bu gördüyümüz çanaq sümüyü gəlir burada oma fəqərələri ilə birləşir deyə, baxın, diqqətlə baxın, birləşmə əmələ gətirir deyə. Biz deyirik ki, çanaq sümüyü, oma fəqərələrdən birinci, ikinci, 4 sümüklə birləşəcək. 2 dənə çanaq sümüyü, üstdəki fəqərə, altdakı fəqərə. Yerdə qalan 3 fəqərə 2 sümüklə birləşəcək, üst və alt fəqərələr. Gəldik indi büzdüm haqqında danışmağa. Bütün büzdüm fəqərələri 2 sümüklə birləşir, amma uşaqlar həmişə burada çaşır sonuncudan başqa. Axı onurğa sütunu bitir artıq aşağıda.
Sonuncu büzüm fəqərəsi ancaq bir sümüklə, yəni üstəki sümüklə birləşəcək. Onu da aşağıda qeyd eləmişim. Bura təşkil olunub 4-5 fəqərədə. Məhz bu şöbəyə görə biz onurğa sütunumuza 33 də deyirik, 34 də deyirik. Yəni dəqiq rəqəm deyil. Əgər büzümdə 4 fəqərə olarsa 33, 5 fəqərə olarsa 34 ümumilikdə fəqərəmiz olur. Gəlin indi onurğa sütununun birləşdiyi sümüklərə baxaq. Bura aiddir bir dənə ənsə sümüyü, 2 dənə çanaq sümüyü, 24 dənə də qabırğa. Onurğa sütunu ümumilikdə birləşib 27 sümüklə. Yenə buradan baxıram mən şəklə. Aha, gəlin. İndi yuxarıdan görünmür ənsə fəqərəsi. Bax, bu birinci boyun fəqərəsi birləşəcək ənsə ilə. Bir də oma fəqərələrinə 2 dənə çanaq sümüyü birləşəcək. Gəlin, 1, 2. Bir də yuxarıda ənsəni görmürsünüz. Boyun fəqərəsini işarəliyim. Bilin ki, o ənsə ilə birləşir. Bir də əlavə olaraq, baxın, bura gəlib birləşib qabırğalar. Aydındırmı? Gəlib bu onurğa sütununa, döş fəqərələrinə birləşirlər deyə ümumilikdə deyirik ki, onurğa sütunu 27 sümüklə birləşmə əmələ gətirir. İndi gəlin ümumi gövdə skeletinin sayını da deyək. Biz dedik ki, gövdə skeletinə aiddir fəqərələr, qabırğalar və döş sümüyü. Aiddir bura ümumilikdə 58-59 sümük. Çünki 33 dənə fəqərəmiz minimum götürsəm, 24 dənə qabırğamız, bir dənə də döş sümüyümüz cəmi eləyir 58 sümük. Yox, yuxarı ilə götürsəm 34, 24 və 1 sümük ümumilikdə olacaq 59 sümük. Buradan göstərim, bir də oraya getməyək. Baxın, bura aiddir bu onurğa sütunu. Qabırğalar 24 dənə, bir dənə də bax bu döş sümüyə aiddir. Vəssalam. Belə bir ki, bədəninizi ayırın da. Bax, bura gövdəmizdir. Aha, indi danışaq. Deyilsən, döş qəfəsindən danışmalıyıq. Hə, döş qəfəsinə aiddir 12 cüt qabırğa, 12 döş fəqərəsi və 1 döş sümüyü. Keçək indi buradan baxaq buna. Baxın. Döş sümüyü, döş qəfəsi deyəndə, bax, ağlınızı o qəfəsin şəklini gətirin. Beyninizə təyin eləyin. Qabaqda nə var? Döş sümüyü. Döş sümüyünə birləşib qabırğalar. Qabırğa arxadan boş qalmayıb ki, arxadan da gedib fəqəriyə birləşib. Demək ki, bura aid oldu bir dənə döş sümüyü. Deməli, fəqərələr deyirəm, qabırğalar, ümumilikdə 12 cüt qabırğa, bax bir tərəfini mən işarələyirəm, o bir tərəfini də siz təyin eləyin. Bir də arxadan gəlib, bax bunlar birləşirlər döş fəqərələrinə. Bütün qabırğalar, 12 cüt ki qabırğa yoxdur, hamısı gəlir birləşir döş fəqərələrinə. Demək, 12 cüt qabırğa varsa 12 dənə də döş fəqərəsi var. Deməli, ümumilikdə də oldu 37 sümük. İndi də gəlin, döş qəfəsinin birləşmələrini də deməliyəm mən indisə. Yox, gəlin qabırğaları deyim əvvəlcə. Qabırğalar dedik ki 12 cütdür. Bunlardan 7 cütü həqiqi qabırğadır. Çünki bunlar birbaşa özləri. Bax bu üstdəki, aşağıdakıları çıxardıram. 1, 2. Bir də bax bu 3 dənəsini çıxardıram. Bax bu 7 cüt ki qabırğa görürsünüzsə, birbaşa gəlir qabaqdan birləşir döş sümüyünə, arxadan da birləşir döş fəqərələrinə, normal. Yerdə qalan bu 3 dənəsi bilavasitə döş sümüyünə birləşmir, bir-biri ilə birləşirlər, sonra da birləşirlər bu 7-ci qabırğaya, bu 3 cüt qabırğaya yalancı qabırğa deyirik. 2 cütü də ümumiyyətlə sərbəstdir. Baxın bunlar. Bir dəqiqə. Hə, bax bu 2 dənə qabırğa, arxada gördüyümüz bu 2 dənə var ha. Bu, bir də bu. Arxadan birləşir fəqəriyə. Amma öndən heç nəyə birləşmir. Buna deyirik biz sərbəst yan qabırğalar, üzən qabırğalar deyirik biz bunlara. Vəssalam. Bu da qabırğalarımız, dedik ki, yassı sümüklərdir. Yalancı qabırğalar bilavasitə döş sümüyünə birləşmir, bir-biri ilə birləşir, 7-ci cüt qabırğaya birləşir. Həqiqi qabırğalar arxadan fəqəriyə, öndən döş sümüyünə birləşir. Sərbəst qabırğalar isə arxadan fəqəriyə birləşir, öndən heç nəyə birləşmir.
İndi döş sümüyü ilə neçə sümük birləşir? Gəlin buna baxaq. Qabırğaları gördük. Dedik ki, 7 cüt qabırğa gəlir, 3 cütü birləşmir, 5 cütü daha doğrusu birləşmir. Amma 7 cüt həqiqi qabırğa bax bu döş sümüyü ilə birləşir. Bir də bunu görməyinizi istəyirəm. Baxın, bu körpücük sümüyü döş sümüyü ilə birləşib. Bax, bu T hərfin bir anlıq yaddaşınıza yazın. Döş sümüyü birləşir körpücük sümüyü ilə, yəni gövdədən kənar bir sümüklə birləşir. Çünki körpücük sümüyümüz ətraflarımızın sümüyünə aiddir. Diqqət eləyin bura. Belə. Sonra, indi gəlirik körpücük və kürək sümüyümüzün birləşmələrinə. Əsas da kürək sümüyün, yəni qabırğalara birləşdirməkdən, yəni uşaqlar birləşdirməkdən mən həqiqətən yorulmuşam. Baxın, körpücük sümüyü əvvəla, bax, indi döş sümüyünə birləşməsini göstərdim. Bir də körpücük kürək bir-biri ilə birləşir. Axı, baxın, bu, bundan birləşir. Körpücüklə kürək birləşir. Kürək sümüyü isə bazu ilə oynaq əmələ gətirir. Bax, özünüz fikirləşin. Bazu hara birləşib? Kürəyə birləşib də. Bir də əlavə olaraq körpücüklə. İndi bunu şəkildən göstərim. Bir dəqiqə. Burada da qəşəng görünüb. Birinci buna baxın. Bu kürək sümüyüm, bu da körpücük sümüyüm. Birləşiblər bir-birindən. Sonra kürək birləşib bazu sümüyü ilə. Bir də gördüyümüz kimi körpücük sümüyü birləşib döş sümüyü ilə. Vəssalam. İndi gedək bu şəkildən də baxaq, daha yaxşı yanımızda qalsın. Körpücüyün kürəklə birləşməsini əvvəlcə görək. Diqqətlə baxın. Bunu çıxardıram, bunu çıxardıram. Kürək körpücüklə birləşib. Diqqət. Bir də körpücük birləşib döş sümüyü ilə. Vəssalam. Gördükmü bunu? Körpücük bir tərəfdən döş sümüyü ilə, bir tərəfdən də kürək sümüyü ilə birləşib. İndi kürəyə burada da baxın əvvəlcə. Baxın bura. Görün, kürək sümüyü qabırğa ilə mi deyim, döş sümüyü ilə mi deyim, heç nə ilə birləşməyib. Baxın, burada boşluq var. Görürsünüz bunu, heç yana birləşməyib. Sadəcə birləşib buradan körpücüklə, bir dəfə də ətrafımızın sümüyünü də göstərim, bazu sümüyü ilə. Baxın bura, bu kürək sümüyüm, bu da bazu sümüyüm. Bir-biri ilə birləşmə əmələ gətirib. Bu kürək, bu da bazu. Vəssalam, bu da kürək və körpücüyün birləşmələri. Sonra indi keçirəm mən danışım sizə çanağın birləşmələrindən. Çanaq sümükləri birləşir bud sümükləri ilə, birinci, ikinci oma fəqərələri ilə və özləri arasında. Yəni, bir çanaq sümüyü digəri ilə də birləşir. Bir də birinci, ikinci oma fəqərələrinə birləşir və tək çanaq sümüyünü soruşsa, digər çanaq sümüyündə nəzərə alacaqsınız ki, digər çanaq sümüyü ilə də birləşmə əmələ gətirir. Sümük və əzəllərin deyirik. Özür istəyirəm. Sümük və əzəllərin deyirik ki, normal fəaliyyətinə təsir göstərən amillər var. Hansı ki, bunlar deməli, kalsitonin hormonu, D vitamini, A vitamini, züallardır. Hər biri sırf nəyə yarayır, onu da deyək. Kalsitonin hormonu dedik ki, kalsiumun qandan sümüklərə keçməsini təmin edir. Yəni, kalsium-fosfor mübadiləsini təmin edir. D vitamini sümüklərdə kalsiumun, fosforun toplanmasını təmin edir. Kalsium və fosfor da bunun bərkiməsinə şərait yaradır. D vitamini çox əhəmiyyətlidir. D vitamini çatışmadıqda deməli, osteomaliyasiya xəstəliyi yaranır, hansı ki, bu böyüklərdədir. Uşaqlarda bu xəstəliyi biz adlandırırıq raxit, D vitamininin çatışmazlığı səbəb olur sümüklərin sərtliyinin itirilməsi bu xəstəliyə, osteomaliyasiya xəstəliyinə səbəb olur. Sonra A vitamini dedik ki, sümüklərin inkişafı üçün vacibdir. Zülallar isə əzəllərin inkişafını təmin edir. Buna görə deyirlər ki, ət yemək lazımdır. Xəstəliklərə də əlavə edirəm mən revmatizmi, daha çox uşaqlarda görünür, oynaqlarda ağrılar, şişkinlik olur və yaşlı nəsildə də diz oynağının kirəcləşməsi, yəni duzlaşmaya tez-tez təsadüf edilir. Mən məsləhət görərəm ki, daha aktiv həyat tərzi görəsiniz, yəni daha çox
deməli, yerimək, daha çox hərəkət etmək dayaq hərəkət aparatını qoruyan amillərdəndir. İndi isə danışıram dayaq hərəkət aparatında baş verən dəyişikliklər və bu zaman göstərilən ilk yardımdan. Bura aiddir burxulma, çıxıq və sınıq. Nədir burxulma? Sümüklə oynağı birləşdirən, deməli, sümüklə oynağı birləşdirən bir bağ var. Bu bağın zədələnməsi nəticəsində güclü ağrı, qansızma, şişlər yaranır ki, bu burxulma deməkdir. Nə etmək lazımdır? Həmin oynağı bərk sarmaq lazımdır və bura soyuq bir əşya qoymaq lazımdır. Çıxıq isə oynaq başının oynaq çuxurundan çıxması deməkdir. Yəni, bağ burada qırılır, sümüklə oynağı birləşdirən bağ qırılır. Nə etmək lazımdır? Hərəkətsiz saxlamaq lazımdır bu oynağı. Yenə burxulmadakı kimi sarğı qoymaq, soyuq bir əşya qoymaq yenə kömək eləyəcək. Sınıqlar var, açıq sınıqlar, qapalı sınıqlar. Qapalı sınıqda şina qoymaq lazımdır. Ətraflar sınıqda daha çox bundan istifadə edirik. Açıq sınıqda isə, açıq da adından göründüyü kimi sümük əzələdən, dəridən çıxır çölə. Zədələyir buranı, qanaxma da demək ki, baş verir. Əvvəlcə dayandırırıq qanaxmanı ki, həm də yaranın çirklənməməsi üçün tədbir görmək lazımdır. Sonra qapalı sınıqdakı kimi şina qoymaq lazımdır. Şinanın yerinə məsələn taxta da olar, karton da olar. Bunların heç biri də yoxdursa, məsələn, qol sınıbsa bağlamaq lazımdır gövdəyə. Nə bilim, tutaq ki, aşağı ətraf bir ayağı digərinə bağlamaq, yəni bu şəkildə hərəkətsiz saxlamaq lazımdır. İndi gəldik əsas məsələ, kəllə sümüyündə sınıq olarsa, diqqət bura tez-tez düşür. Xəstə arxası üstə uzanmalıdır, başının altına da nəsə hündür bir şey qoymaq lazımdır. Onurğa sütunu sınarsa, xəstəni yenə bərk yerdə üzü üstə uzatmaq lazımdır. Qabırğa sındıqda isə döş qəfəsini dərindən diqqət, nəfəs vermə zamanı möhkəm sarmaq lazımdır. Kəllə sümüyündə arxası üstə uzadıram, onurğada onurğanın üstə uzatmayacağam ki, üzü üstə uzadıram. Qabırğada sındıqda, baxın burası da tez-tez düşür, nəfəs vermə zamanı bağlamaq lazımdır. Gəldik indi dayaq hərəkət aparatının aktiv hissəsi əzələlər haqqında danışmağa. Əzələnin deməli, 3 növü var. Saya əzələ, enlə zolaqlı skelet əzələsi və enlə zolaqlı ürək əzələsi. Hər biri haqqında danışaq. Birinci gördüyümüz enlə zolaqlı ürək əzələsi, ikinci gördüyümüz enlə zolaqlı skelet əzələsi, üçüncüsü isə saya əzələdir. Enlə zolaqlı skelet əzələsi təşkil edir skeletin əsasını və bir sıra daxili üzvləri, dildir, damaqdır, udulaqdır, qırtlaqdır, ürəkdir. Bunlar enlə zolaqlı əzələdən təşkil olunmuşdur və haqqında danışsam iradidir. Beyin və onurğa beyni ilə belə də idarə olunur. Lifləri paralel yerləşir və biz deyirik ki, çox növbəli hüceyrələrdən təşkil olunub. Anatomiyanın ilk mövzusunda biz deyirik ki, bizim çox növbəli hüceyrələrimiz var, hansı ki bunlar qaraciyər, sümük iliyi və enlə zolaqlı əzələlərdir. Enlə zolaqlı da onlardan biridir ki, çox növbəlidir. Skelet əzələsi necə birləşir sümüklə? Vətəllər vasitəsilə və mimik əzələlərimizin isə bir ucu dəriyə birləşir, bir ucu sümüklə birləşir. Saya əzələ toxuması təşkil edir daxili orqanlarımızı, bir növbəlidir, qeyri-iradidir. Yəni, demək ki, avtonom sinir sistemi ilə tənzimlənir, həmçinin humoral yolla. Lifləri isə yavaş yığılır. Mən saya əzələrinin qeyri-iradi olduğunu və skelet enlə zolaqlı əzələrinin iradi olduğunu yadımda saxlaya bilirəm. Necə? Skeletimizi rahat hərəkət elətdirə bilirik də öz istəyimizlə, öz iradəmizlə belə deyək. Demək, bu iradidir. Amma saya əzələlər mənim daxili orqanlarımdadır. Mən mədəmə əmr göndərə bilmirəm, yavaş yığıl, tez yığıl, qidanı həzm elə ya eləmə. Yəni, onun yığılmasını, əzələsinin yığılmasını mənim avtonom sinir sistemim idarə edir. Sonra gəldik, ürək əzələsi. Ürək əzələsi özü də enlə zolaqlı əzələdən təşkil olunub. Enlə zolaqlı skelet əzələsindən fərqli olaraq qeyri-iradidir. Çünki biz ürəyimizin də işini idarə edə bilmirik və 1-3 növbəlidir. Əzələlər bükücü olurlar, açıcı olurlar. Məsələn, burada biz bazu əzələsinin deməli, bazunu bükməyimizi görürük. Yəni, qolumuzu bükməyimizi, bir dəfə də açmağımızı görürük də. Bükücü əzələlərimiz qolumuzda və ayağımızda. Qolumuzda iki başlı bazudur.
iki başlı bud. Bunlar bükücüdür. Yadımda saxlayıram. İki bükü, qafiyəli, bükücü, iki, k hərfindən də yadınızda saxlaya bilərsiniz. Bunlar bükücüdür. Yəni iki başlı bazu yığıldısa, mənim qolum büküləcək. İki başlı bud yığıldısa, mənim ayağım büküləcək. Açmaq istəyəndə də üç başlı bazu əzələsi yığılmalıdır və ayağım içində dörd başlı bud yığılmalıdır. Biri yığılanda digəri açılmış olur. Diqqət eləyək bura. İki başlı əzələsi yığılıb, aşağıda da üç başlı əzələsi boşalıb. Biri yığılmış vəziyyətdə olanda digəri boşalmış vəziyyətdə olacaqdır. Sonra deməli, biraz əlavə məlumat da verim burada. Məsələn, testlərdə düşür, soruşur ki, kəllədə neçə oynaq var? Kəllədə 3 oynaq var, amma bu 3 oynağı 5 sümük əmələ gətirir. Hansı oynaqlardır? Bax, biri alt çənə ilə gicgahın əmələ gətirdiyidir. Alt çənəmiz axı bir tərəfdən bir gicgah, digərdə digər tərəfdən gicgah oynağı ilə 2 oynaq buradan əmələ gətirir. Bir də ənsə ilə birinci boyun fəqərəsi. Oldu ümumilikdə 3 oynaq. Amma bunu əmələ gətirir 5 sümük. Bir alt çənə sümüyü, 2 gicgah sümüyü, bir ənsə və bir boyun fəqərəsi sümüyü bunu deməli əmələ gətirir. Deməli, bizim neçə qrup əzələ toxumamız var deyə soruşarsa testdə deyəcəksiniz, bir qrup əzələ toxuması növ olaraq desə çoxlu növ var, yəni 3 növ var. Sinir toxuması yeri gəlmişkən bir qrup, bir növdür. Sonra yanınızda saxlayırsınız, alt çənə ilə üst çənə birləşmir. Məsələn, bizdən soruşa bilər ki, baldır sümüklərimizin sayı nə qədərdir? Baldır sümükləri dedik ki, hər iki aşağı ətrafındakı baldır sümükləri nəzərdə tutulur. Hərəsində də 2 sümük var da, birində qamış incik, digərində də qamış incik. Ümumilikdə oldu 4 sümük. Və salam, bacardığım qədər sadə yolla şəkil üzərindən izah eləməyə çalışdım. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Digər yoldaşlarınızla da bölüşüb onların da faydalanmağına kömək edə bilərsiniz. Dəstək məqsədi ilə videonu bəyənməyi, şərh yazmağı, kanala abunə olmağı unutmayın.